Biz burada deməli nədən danışırıq? Şirkətin mərkəzlərindən, məsuliyyət mərkəzlərindən. Hər bir mərkəzin üzərinə düşən öhdəliklər nədir? 4 belə mərkəz var. Buna cost, revenue, profit, investment deyirlər. Xərc mərkəzi nədir? Xərc mərkəzləri xərclərə nəzarət eləmək üçün, onları idarə etmək üçün olan mərkəzlərdir. Gəlir mərkəzi uyğun olaraq satış gəlirlərindən əldə olunan deməli bu bölmədir. Sırf bunlara nəzarət edir, gəlirlərə və s. Sonra var mənfəət mərkəzi, profit center. Burada həm gəlir, həm də xərc məsuliyyətləri, yəni mərkəzləri birləşib. Yəni həmin yerin, həmin mərkəzin həm gəlirləri ola bilər, həm xərcləri ola bilər. İnvestisiya mərkəzi isə daha çox şirkətin aktivləri ilə, onların səmərəliliyi ilə, gələcək investisiyalarına və s. ilə məşğul olan mərkəzdir. Bir nümunə deyəcəm sizə. Deyək ki, elə hansısa bir şirkətin otelçiliyi götürüm. Otel sahəsindəyim, ona görə mənə daha rahat olar bu formada nümunə çəkim. Otel sahəsində rooms deyilən belə bir division var, bölmə var, otaqlar. Və ikinci belə bir bölmə food and beverage'dir, qida və içkilər bölməsidir. Bunlar ayrı-ayrı şöbə sayılırlar. Hər ikisi otel üçün revenue center sayılır, gəlir mərkəzi. Nə üçün? Çünki qonaq gəldiyi zaman otaqlarda qalırlar. Eyni zamanda otelin özündə olan restoranlarda nahar edirlər, səhər yeməyi edirlər və s. Bu da qida və içki, food and beverage belə deyək də, şöbəsinin gəlirləri sayılmış olur. Bu bizdə revenue center'dır. Çünki əsas gəlirlərimiz, otelin əsas gəlirləri məhz otaqlardan və restoranlardan gəlir. Amma otel daxilində eyni zamanda elə şöbələr var ki, məsələn, mühasibatlıq şöbəsi, accounting. Burada heç bir gəlir gəlmir. Onlar sadəcə olaraq xərc mərkəzləridir, cost center sayılırlar. Yəni, mühasibatlıqda işləyən şəxslərin əmək haqqıları, onların digər əməliyyat xərcləri, dəftərxana və s. Yəni, belə bir xüsusi onların da ola bilir xərcləri. Yəni, buradan gəlir gəlmir, amma otel üçün artıq xərc mərkəzi sayıla bilir. Bu formada bunu biz bilə bilərik ki, hər şirkətin özündə müxtəlif belə bir məsuliyyət mərkəzləri vardır. Və bu bizə nə üçün lazımdır? Artıq hər bir menecer buna uyğun olaraq özünün büdcəsini qurur, buna uyğun olaraq strategiyasını hazırlayır, planlaşdırmanı edir və s. Mən bir şey demək istəyirəm, buna keçməmişdən əvvəl investisiya mərkəzi barədə yeri gəlmişkən deyə bilərsiniz ki, investisiya mərkəzi nədir? İnvestisiya mərkəzi şirkət daxilində belə deyək də, xüsusi investisiya qərarlarının qəbul edilməsində iştirak edən bölmədir. Və məhz investisiya mərkəzlərinin bu effektivliyi və s. bir ratio ilə ölçülür. Buna deyirlər istifadə olunan kapitalın gəlirliliyi. Return on capital employed. Baxın bu formada. Necə? Yəni bu fəaliyyət necə qiymətləndirilir? Formula belədir, düstur belədir. Biz götürürük profiti, mənfəətimizi və onu bölürük istifadə olunan kapitala. Capital employed. Alınan cavab artıq bizdə həmin return on capital employed ratiosunu verəcək. Burada əsas nədir? Belə deyək. Burada əsas nədir? Soruşa bilərsiniz ki, bəs capital employed nə deməkdir? Capital employed-ı hardan tapaq? Profit bilirik, mənfəətdir. Satışlarımızdan, gəlirlərimizdən çıxacaq xərclərimizi və yerdə qalan belə deyək də, mən sadəcə qısa formasında deyirəm, bu bizim mənfəətdir. Capital employed necə hesablanır? Total assetlər, yəni bütövlükdə olan aktivlərimizdən biz çıxmalıyıq cari öhdəliklərimizi, yəni current liability. Aradakı həmin fərq bizdə yaradır capital employed. İstifadə olunan kapital bərabərdir cəmi aktivlərdən çıxırıq qısa müddətli öhdəliklərimiz. Bunu necə bir şey kimi düşünə bilərsiniz? Elə bilin ki, biznesdə, şirkətimizin gündəlik fəaliyyətində istifadə elədiyimiz aktivlərimiz nədir? Buna capital employed deyirlər. Əgər investisiya mərkəzinin fəaliyyətini qiymətləndirirsək, bunun cavabı adətən faizlə olur. 5% ola bilər, 10% ola bilər və s. Bəs hansı faiz daha normal sayılır ki, biz deyə bilək ki, bizim kapitalımızın gəlirliliyi yaxşıdır, normal sayılır. Əslində bunun üçün normal bir faiz anlayışı yoxdur. Şirkətdən şirkətə fərqlənə bilər. Biznes modelindən, kapitaldan və s. Amma ümumi deyək də, əgər sizdə bu böləndən sonra faiz olaraq sizdə alındı, məsələn 2%, 1%, yəni 5%-dən aşağı bir nəticə alındısa, bilin ki, sizdə onda artıq kapital gəlirliliyi zəifdir. Əgər 10% arası alınıbsa 5-10% ortadır, orta göstərici sayılır. 10%-dən yuxarı artıq sizdə gəlirliliyiniz normal halda sayılır. Yəni bu biraz da kateqoriyaları bölə bilərik. 20%-dən yuxarı ümumiyyətlə çox gözəl nəticədir və s. Amma düşünün ki, 10%-dən yuxarı əgər nəticə aldısa, deməli return on capital employed çox yaxşı səviyyədədir. Bu sırf investisiya ilə əlaqədardır. Bunu bəzi hallarda deyək ki, yeni bir proyektə başlamaq istəyirsiniz. Tədris mərkəzim var. Mən tədris mərkəzində hansısa bir yeni xidməti istifadəyə vermək istəyirəm. Yəni bu mənim üçün artıq bir investisiyadır. Mən bu investisiyanı bir ölçmək istəyirəm ki, bu mənə nə verəcək? Buna dəyərmi? Yəni bu proyektlə başlamağa dəyərmi yoxsa yox? Artıq bu halda biz bu formada return on capital employed var, ROI deyilən bir şey var, return on investment var və s. Yəni müxtəlif ratioları hesablamaqla siz həmin investisiyaya ediləcək, yəni həmin proyektə ediləcək investisiyanın gəlirliliyini hesablaya bilərsiniz ki, bu proyektə baş vurmağa dəyərmi yoxsa yox? İnvestisiya mərkəzləri sırf bu işlərlə məşğul.